Üçüncü tövsiyem her birimize, dilimizi başa düşen bütün kardeşlere ve bacılara üçüncü tövsiyem odur ki, yaşadığınız ülkelerde, yaşadığınız şehirlerde, rayonlarda ve kentlerde her yerde emin amanlıq nimetinin qədir qiymətini bilin. Emin amanlığın törənməsi üçün, təmin olunması üçün əlinizdən gələn nə varsa hamısını eləyin. Çünki emin amanlıq, əziz qardaşlarım, dinin en önemli mətləblərindən biridir. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur ki, emin amanlığın en önemli mətləblərindən biri insanların halal rızkı kazanmasıdır. Emin amanlıq olan yerde insanlar güzel ve halal rızkı kazanmak ihtimalları var. Allah Azze ve Celle Kur'an-ı Kerim'de buyurur Bakara suresinde وَاِذْ قَالَ İbrahim Rabbi ic'al hâzâ beleden âminen وَارْزُقْ أَهْلَهُ مِنَ الثَّمَرَاتِ. O zamanki İbrahim aleyhisselam dedi, ey Rabbim bu ülkeni, bu şehre emin amanlıq bəxş et ve onların ehline meyvelerle, güzel rızkılarla rızkılandır. Elm ehli deyir ki, ona göre İbrahim aleyhisselam ilk önce Allah'tan emin amanlıq istəyir ki, çünkü emin amanlıktan sonra gelir insanların rızkısı. Ve hemçinin emin amanlıq olmayan yerde hatta rızkın olsa bile insan ne yediğinin ne de içtiğinin asla lezzetini çıkarabilmez. Bir insanın her şeyi olsun, her yemeği olsun ama her an ölüm tehlikesi hissedilirse, her tarafta tehlike görürse ne yediği yemeği ne de içtiğinin həzzini alması mümkün değil. Həmçinin əziz qardaşlarım, emin amanlığın olması, emin amanlığın təmin olunması bütün peygamberlerin arzusu olub. Yine Allah Azze ve Celle İbrahim Aleyhisselam hakkında buyurur. İbrahim suresinde İbrahim Aleyhisselam buyurur. وَاِذْ قَالَ İbrahim رَبِّ جَعَلْ هَذَا الْبَلَدَ آمِنًا وَجُنُبْنِي وَبَنِيَّ أَنْ نَعْبُدَ الْأَصْنَامِ. Ey Rabbim, bu ülkeye, bu şehre emin amanlıq bəxş et. Məni ve övladlarımı, zürriyyətlərimi bütlərə ibadət etməkdən qoru. Ona göre bakın Musa Aleyhisselam qorxarkən ümmetinden, geldiği Firavunun ve onun etrafındakilerden Allah ona emin amanlıq bəxş edəcəyi ilə müjdəliyir. Bakın Yusuf Aleyhisselam, Yaqub Aleyhisselamı ve kardeşlerini Misir'e dəvət eləyir. Çünkü Misir o dönemde en emin amanlığı yaşayan ülke olur. Bakın Muhammed sallallahu aleyhi ve sellem Mekke'ni fetheleyende buyurur. Kim Ebu Sufyan'ın evine girerse emin amanlıktadır. Kim silahını atarsa emin amanlıktadır. Kim mescide girerse emin amanlıktadır. Ve onlara kimse değmeyecek. O günkü gibi insanlar hiç o kadar da o günkü güne kimi Mekke ehli o kadar hiç sevinmemiştiler. Elə bilmişler ki Muhammed sallallahu aleyhi ve sellem Mekke'ni fetheleyende Muhammed sallallahu aleyhi ve sellem öldürmeye qalxan müşriklerden intikam alacak. Onları qətlə yetirilecek. Ama Resulullah sallallahu aleyhi ve sellem bunu etmedi. Onlara emin amanlığın içinde olmaklarını, emin amanlığı içinde olacaklarını müjdələdi. Bakın emin amanlığın önemlerinden biri emin amanlıq olduğu yerde insanlar Allah'a güzel ibadet edebilirler. İnsanlar Allah'a yakınlaşabilirler. İnsanların hidayetine sebep olmak olur. Emin amanlıq pozulan yerde asla bu şeyleri yerine getirmək olmur. Bakın Muhammed sallallahu aleyhi ve sellem Hudeybiye sülhüne gittiği zaman arkasında Müslümanlardan ordusunda Resulullah sallallahu aleyhi ve sellem'in 1500 nefer var idi sadece. Resulullah sallallahu aleyhi ve sellem'in etrafında 1500 dövüşçüsü var idi. Ve oradaki Hudeybiye sülhünde olan bəndlərdən biri de o idi ki 10 il müddətində müharibə dayandırılacaq. 2 il neçə ay keçməmiş Hudeybiye sülhündən sonra emin amanlıq tətbiq olunduqdan sonra Allah'ın dinine insanlar dəstə-dəstə girmeye başladı. Üstündən 2 il neçə ay keçməmişdi. Resulullah sallallahu aleyhi ve sellem Məkkəni fəth elədi. Məkkəni fəth eləyərkən arxasında 10.000 müsəlman var idi. Ona göre əziz qardaşlarım, yaşadığınız ülkelerde emin amanlığın təmini için elinizden geleni eləyin. Biz təxribatın tərəfinə deyilik. Biz əhl-i sünnə vəl cemaanı ne kadar ləkələməyə çalışsalar da, ne kadar pisləməyə çalışsalar da, bizleri ne kadar radikal kimi göstermeye çalışsalar da Allah həqiqəti bilir ki biz emin amanlığın, biz insafın, ədaletin, birliğin, bərabərliyin peşindəyik. Ve biz bunları ona göre eləyirik ki, çünkü insanları Allah üçün sevirik. İnsanlar üçün daha faydalı olmaq istəyirik.
Peyğəmbər s.ə.v-in hədisinə əməl edərək xayrun nəsi ənfa'uhum linnəs, insanların ən xeyirlisi, insanlar üçün ən xeyirli olanlarıdır. Və bu etiqadla yaşamağa çalışırıq. Və biz əlhəmdülillah eyni zamanda ətrafda olan xurafi əqidələrdən çəkindiririk və doğru əqidə üzrə birləşməyə dəvət eləyirik. Biz dəvət eləmirik nə murciyəliyə, biz dəvət eləmirik nə Mu'təzilənin əqidəsinə, nə İxvanül Müsliminə, nə hizbilərə, nə də eləcə də həddədiliyə, nə təkfirçiliyə, nə də müməyyəliyə. Saf olan, təmiz olan Əhl-i-Sünnə vəl-Cəmaənin əqidəsinə təbliğ eləyirik. Və ümid eləyirik ki, bununla insanlar birləşər, gözəl ömür sürər və qardaş olarlar, bərabərlik olarlar. Və belə olduğu halda da yaşadıkları ölkədə əmin-amanlıq təmin olunur. Çünki əziz qardaşlarım, bu ixtilaflar, boş-boş yerə qardaşların arasını vurmaq, insanların arasında nifaq toxumları əkmək, bu əslində dövlətdə əmin-amanlığın pozulmasına səbəb olur və bir çox insanların haqq yoldan azıb radikal fikirlərə düşməyinə səbəb olur. Və bu incəliyi dərk etməmiz və bunu başa düşməmiz və bunun müalicəsi üçün çalışmamız lazımdır. Allah Azza və Cəllədən gözəl adları ilə, uca sifətləri ilə diləyirəm ki, bizləri haqda muvaffaq eyləsin. Bizləri və haqq yolda gedən müsəlmanları bütün şərlərdən, fitnələrdən qorusun. Və kimlər haqq dəvətçilərinə hilə qururlarsa, Allah onları hidayət eləsin, layiq deyirlərsə, onları qurduqları hilənin içinə salsın. Və sallallahu və səlləm və bərik alə nəbinə Muhammed.